Gördüyünüz Beko markalı paltaryan müştəri bizə şikayət edib ki, paltaryanın işığı yanmır, ay üstə nədən olar? Dedim, gəlim götürüm, biz gələk yerində baxaq. Dedi, yox, mən paltaryanı sizin servisə gətirmək istəyirəm. Sizi səhifənizi görürəm, çox işlər görürsünüz. Sağ olun, hamını maarifləndirirsiniz. Dedim, problem yoxdur, gətirin baxaq. Dedim, bəlkə xırda bir şeydir, gətirməyin. Yox, dedi, mənə usta yoxlayıb, deyir, platasındandır. Mən də platasından müəyyən qiymət dedim. Dedi, sən hamıdan ucuz deyirsən, ona görə sənə yanıva gətirəcəm. Dedim, yaxşı, gətirin. Gətirdi, baxdıq, məsələ bu deyil. Məsələ odur ki, bu ustaları hardan tapırsınız? Elə ustalar var ki, gedir, baxır, diaqnostika edir, amma heç düzgün diaqnostika deyə bilmir, dərdini deyə bilmir. Bu paltaryanın məsələn, deyib ki, işığı yanmır, basıb plata yanıbdır. Amma bura gələndən sonra məlum oldu ki, bu paltaryanın heç platası yanmayıb. Gördüyünüz bu yandırıb söndürən knopkası xarab olub. Ona görə paltaryan açılmır. Biz servis şərəfindən bunu müəyyən elədik. 30 manat xərci oldu. Halbuki buna 170 manat pul demişdilər. Plata yanıbdı. Amma bizim servis yoxlayandan sonra məlum oldu ki, bu balaca bir xırda yandırıb söndürən knopka sıradan çıxıb, ona görə də plata açıla bilmir. Belə ustalara siz hardanız ki, o ki ucuz, ay səndən çoxdur usta, ay usta mən o usta hər yerdə usta var, sən belə elə deməyin. Normal ustaya normal qiymət verin. Ona görə də qabağınıza bax belə 170 manatlıq ustalar çıxacaq. Halbuki 35 manatlıq bir xərcə 170 manat deyiblər. Özünüzə yaxşı baxın. Heç olmasa bir dənə sağ oldan, çox sağ oldan yazın yorumlarda. Biz də bilək ki, sizin üçün faydalı oldu. Yəni ona görə deyirəm ki, usta çağıranda baxın işinə, kimdir, nə işləri görür. Onun haqqında məlumat alın, sonra onu çağırın. Yaxşı, özünüzə yaxşı baxın, sağ olun.